Dünya Çempionatı 2026-nın seçmə mərhələsinin son oyununda Azərbaycan millisinin rəqibi olacaq Fransa yığması Bakıya eniş edib. Komandanın heyətində yer alan Milanın yarım müdafiəçisi Kristofer Nkunku 28 yaşını məhz paytaxtımızda qarşılayıb. Bugün TV Baku WS saytına istinadən xəbər verir ki, futbolçunun doğum gününü Bakıda qeyd etməsi barədə məlumat Fransa Futbol Federasiyasının rəsmi Instagram səhifəsində paylaşılıb. Federasiya paylaşımında belə yazıb. Nkunku 28 yaşını Azərbaycanda qeyd edir. Bakıda daha kimlər doğum gününü keçirib? Xatırladaq ki, Azərbaycan-Fransa qarşılaşması noyabrın 16-sında saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Hüsniyə Salmanova, Bugün TV. Merci à tous, merci au coach, au staff, à tout le monde qui est présent. À l'anniversaire spécial à vos côtés, encore plus spécial avec la qualification hier en Coupe du Monde. Donc je vous remercie encore et j'espère qu'on va bien finir avec ce match après-demain contre l'Azerbaïdjan.